Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Ligası Xocalı Lazio Baku görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl futbol azarkeşlərini sevindirəcək. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda Lazio Bakudan başlayaq. Qapıda 1 nömrə Elmar İsmailov qapçıdır. 2 Nihat Babazadə, 3 Muhammed Merdanlı, Gol TV'yə yaxşı tanış olan bir oyuncudur. 4 İlham Əliyev, 5 İlham Xəlilzadə, 6 Rəsul Bağırlı, 7 komandanın kapitanı Eldar İbrahimov, 8 Yusif İsmailov, 9 Xəlil İbrahim Kərimli. Komandanın baş məşqçisi Nağı Əliyevdir. Digər futbolçular 10 Yusif Əliyev, 11 Davud Hüseynzadə, 13 Timur Mirzəyev. Timur da Gol TV'nin simpatiya bəslədiyi oyunculardan biridir. 14 Əli Abuşov, 15 Nəbi Məmmədli və digər qapçı 12 nömrə Murad Qasımov. O da Gol TV'yə yaxşı tanış olan bir oyuncudur. Xocalıda 1 nömrə Elgün Şərifov, 3 Yusif Vəlizadə, 6 Hüseyin İmanov, 7 İsmail Musayev, 8 Mehmet Əbilov, 9 Səlamət Mirzəliyev, 10 Səxavət Qasımov, 22 Oruç Xəlilov, 30 Kənan Əsənli, 17 Asif Məmmədzadə, 15 İlkin Fəthullayev. Komandanın baş məşqçisi Hacı Qasımovdur. Hörmətli tamaşaçılar, oyunu idarə edən hakimləri sizin diqqətinizə çatdırıram. Nail Nağıyev, Murad Kərimovdur. Outdan Lazio topu oyuna daxil edəcək. Hörmətli futbol azarkeşləri qeyd edim ki, bugün Gol TV'də U13 Ligasının daha bir oyunu sizlərə təqdim olundu. Azərbaycan Qartallar EFA görüşündə EFA komandası 2-0 hesablı qələbə qazandı. İnanırıq ki, bu oyunda hər iki komandanın ifasında gözəl qollar izləyə bilərik. Qeyd edim ki, bu mövsüm Gol TV bu iki komandanın oyununu ilk dəfədir sizlərə təqdim edir. İsmail indi yerdə qalır. Outdan komandanın 2 nömrəsi Nihat dərhal topu oyuna daxil edir. İçəriyə doğru ötürmə. Muhammed solda oynuyor. Qapı istiqamətindən zərbə. Qapçı Elgün yaxşı oynuyor. İrəliyə daha bir ötürmə. Qapçı Elmar İsmailov. Baş geyimi ilə bizlərə Şotlandiyalı qapçıları xatırlatdı. Muhammed istiqamətinə ötürmə. Yox. Yusif Əlizadə burada topu meydandan çıxarır. İsmail Azqara rəqibdən top almağı bacaracaqdı. Sol cinahdan Laziolular hücum qurmağa çalışır. Yusif və qapçı Elgün Şərifov komandanın 1 nömrəli əlcək sahibi. Hakim burada qayda pozuntusu qeydə almışdı. Və yaxınlıqda olan komanda yolaşı Hüseyin İmanov oynuyor. Sağdan Xocalı hücum qurmağa çalışır. İrəliyə doğru ötürmə. Nəbi Məmmədli ötürmə iddialı bir ötürmə, qapıya yox, zərbə vurmaq imkanı olmadı. Az qala Lazio kapitan Eldar alıcı hərəkətlər out. Bu dəfə Xocalı komandası out atışını yerinə yetirdi. Kapitan Eldar Yusif qarşıladı. Oruç Səlamət və indi qayda pozulur. Bəli, hakimin diqqətindən yayınmadı. Asifə qarşı burada qayda pozulmuşdur. Cəlmə zərbəsini isə komandanın 3 nömrəli oyuncusu Yusif Əlizadə yerinə yetirəcək. Zərbə birbaşa qapıya, top qapının yanından keçir. Lazio'nun 16 nömrəli oyuncusu Musa Bağırlıdır. Onu da
sizə təqdim edirəm. Muhammed geriyə oynayır. Xocalının irəlidə pressingi var. Kənan az qala. Bəli, rəqibdən top almağı bacarır. Kənan Həsənli yel ötürməyə qapıya zərbə İsmaildən Elmar komandasını qoldan xilas edir. Təhlükəli vəziyyət Lazio'nun qapısı ağzından amma qapıcı Elmar İsmailov bu topun bu zərbənin qarşısını kəsir. Mehmet Xocalının bir qədər rəqib komandaya təzyiq etdiyini görürük. Əla hərəkətlər, Asif rəqibini gözəl şəkildə keçdi, amma Lazio'nun 2 futbolçusu bu epizoda qarşı oyunu da hakim isə davam işarəsini verdi. Bildirir ki, burada hər şey qaydalar çərçivəsində baş verdi. Hüseyin İmanov irəliyə doğru ötürmə. İlk hissənin də sonlarına yaxınlaşırıq. Hələ ki, qolsuz bərabərlik davam edir. Cəlmə zərbəsi yox. Bəli, hakim outdan Babazadə topu oyuna daxil edəcək. Lazio'nun daha bir hücumu kapitan Eldar İbrahimov. Eldar sağa çəkdi, qapıya zərbə tutacaq altından. Top az fərqlə qapının yanından keçir. Təhlükəli zərbə izləyirik. Qapıdan zərbə ilə bu dəfə Lazio. Yenidən Eldar İbrahimov. Diqqət mərkəzində də ötürməsi Xocalı. Daha bir digər yetdirəmlə qarşıladı Kənan. Laziolular Asif. Xocalı daha bir hücum qurmağa çalışır. İsmail ondan ötürmə. İsmail istiqamət ötürmə. Qapıya daha bir zərbə. Bu dəfə də Elmar İsmailov. Hücum davam edəcək. Müdafiəçilər yaxşı oynayır. Daha bir zərbə, amma top qapı istiqamətinə getmədi. Out. Outdan Mehmet topu oyuna daxil etməyə hazırlaşır. Yaxınlıqda olan komanda yoldaşlarından birinə ötürmə edəcək, amma müdafiə xətti qarışıq bir vəziyyət yaranmışdı. Lazio oyuncuları yenidən Mehmet Xocalının irəlidə pressing təqdim etdiyini görürük. Lazio və top meydanı tərk elədi. Elmar qapıdan zərbə ilə topu oyuna daxil edəcək. O oyundan əvvəl bildirdi ki, məhz baş geyimini gündən qorunmaq üçün istifadə edirəm. Hələ ki, bu onun işinə yarayır. Geriyə amma ilk hissə başa çatır hörmətli futbol azarkeş. İkinci hissə başladı mərkəzdən. Laziolular topu oyuna daxil etdi. İlk hissədə daha çox Xocalının. Bəli, ilk hissədə 2 hücum yadda qalan oldu. Xocalıda 7 nömrə İsmailin zərbəsindən sonra Elmar yaxşı oynadı. Xocalıda isə Eldarın zərbəsi qapının yanından keçmişdi. İnanırıq ki, Gol TV'nin bəzəyi olan gol ikinci hissədə fərq etmir. Hər hansısa bir qapıya vurulacaq. Eldar hakim indi və qapçı burada bəli, topu əli ilə müdaxilə edir. Öz komanda yoldaşından ötürmə gəlmişdi. İndi isə sərbəst zərbə. Cərimə meydançasının içərisindən ikili toxunuşla artıq Gol TV'nin sosial şəbəkələrdə keçirdiyi futbol haqqında suallarda da məhz bu yer alırdı. Yəni birbaşa top qapı istiqamətinə gedərsə, təbii ki, heç kimə dəyməyərək tora daxil olsa, əlbəttə ki, bu qeydə alınmayacaq. Lazio'nun 3 oyuncusu. Zərbəni görək kim yerinə yetirəcək? Yusif, Muhammed və Eldar. Muhammed, yox, ötürmə bir qədər gecikir. İstədikləri ev tapşırığını reallaşdıra bilmədilər. Nəbi keçdi rəqibini, hələ ki top Nəbidədir. Soldan, bəli, düşünürəm ki, oyundan kənarı vəziyyət var idi. Hüseyin topu oyuna daxil etdi. Geriyə doğru ötürmə və riskli bir ötürmə, aynı bir diqqətsizlik. Xocalı komandası aşırma zərbə və top qapıdadır. Xocalı nəhayət ikinci hissədə istədiyi, axtardığı qolu vurur. Komandanın 15 nömrəsi İlkini Fəthullayev soyuqqanlı şəkildə vurduğu bu qolu qeyd edir. Bəli, sevinmədi sanki bu senaryonu məsələ özü yazmışdı. Vurduğu qola reaksiya belə göstərmir komandanın 15 nömrəli oyuncusu. Yəqin ki, vurulan, bəli, bu qolun təkrarı təqdim olunur Hüseyin İmanovdan. Başladı irəliyə doğru. Ötürmə izləyirik.
Burada İbrahim geriye qapıçıyla arasında anlaşılmazlıq baş verdi. İlkin bu fürsəti bu cür dəyərləndirir. Top qapıdadır. İkinci hissədə artıq Xocalı komandası axtardığı qol tap içəriyə doğru itmə. Qarışıq bir vəziyyət var qapıçı. Elgün çərçivəni qoruya bilir. Şərifov irəliyə doğru ötürmə. Asif istiqamətinə İbrahim burada yaxşı oynadı. Bundan əvvəlki epizodda qapıçılar aralarında anlaşılmazlıq baş vermişdi və İlkin Fəthullayev topu qapıdan keçirmişdi. Görək Lazio'nun buna cavabı necə olur, yoxsa Xocalı komandası ikinci topu rəqib komandanın qapısından keçirəcəkmi? Qapı istiqamətindən zərbə. Bu dəfə cərimə zərbəsini Lazio yerinə yetirəcək. Muhammed Mərdanlı 3 nömrə qapı istiqamətinə. Bu 11 liqasında dəfələrlə o cür nöqtələrdən təhlükəli zərbələr vurduğunu görmüşdük. Gün zərbəsini kapitan Eldar İbrahimov yerinə yetirəcək. Lazio heyətində oyuncu dəyişikliyi baş verdi. Davud Hüseynzadə və qapıcı Murad Qasımov Eldar İsmailov əvəzləyir. Onsuz hücum yox idi, onsuz paylaşmaq idi. Gün zərbəsini kapitan Eldar İbrahimov Lazio'nun 7 nömrəli futbolçusu içəriyə doğru ötürmə edir və hakim bildirir ki, ikinciden zərbə yenidən təkrar olmalıdır. Kapitan Eldar İbrahimov Eldardan içəriyə doğru ötürmə başla, zərbə gol! Lazio Baku qarşılaşmanın bitməsinə bir dəqiqədən də az qalmış. Hesabı bərabərləşdirir. İlham Xəlilzadə başla, topu qapıdan keçirir. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur Eldardan. İçəriyə əla bir ötürmə. İlham başla, rəqibi komandanın qapısına yol tapır. Güncən zərbə ilə Xocalı komandası və bitti. Hakim görüşü bitirir. Hörmətli futbol azarkeşləri, xüsusilə də ikinci hissədə çox maraqlı oyun izlədik. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Xocalıda komandanın 15 nömrəsi İlkin Fəthullayev, oyunun ulduzu isə Lazio'nun bərabərlik qolunun müəllifi İlham Xəlilzadədir. Hörmətli futbol azarkeşləri, beləliklə İlham maçın ulduzu seçilir və Gol TV'nin təşkil etdiyi FIFA 2026 turnirə vəsiqəni təmin edir. Həmin turnir may ayında, aprel ayının qalibləri keçiriləcək. Sağ olun, gələn görüşlərə dək.